Xeyir söz, xeyir fikir, xeyir əməl, doğru söz, doğru fikir, doğru əməllə ürəyinizdə ata günəşinizin əziz dostlar. Bugün bizim tariximiz üçün e, ən əlamətdar günlərdən biridir. Əslində qəhrəmanlıq səlnaməmizin nümunəsidir. Bilirsiniz ki, Azərbaycan xalqı əsrlər boyu müstəqillik uğrunda, dövlət müstəqilliyi uğrunda milli istiqlal mübarizəsini aparmışdır. Əslində istiqlal mübarizəmizdə Xürrəmilər Hərəkatının və əlbəttə ki 200 illik istiqlal mübarizəmizi də unutmamamız lazımdır. Əlbəttə ki, Xürrəmilər Hərəkatı ərəb əsarətinə qarşı aparılan mübarizə idi. Bilirsiniz ki, bu gün də Fars əsarətinə qarşı Güneyli Azərbaycanlılar 1925-dən etibarən mübarizələrini aparırlar və düşünürəm ki, Rus əsarətinə qarşı mübarizə aparan difai təşkilatı olub, İldırım təşkilatı olub, Azərbaycan legionerləri olub və əlbəttə ki, Azərbaycan Milli Azadlıq Hərəkatı olub. Və bu mübarizələrin hər biri bizim üçün əzizdir, doğmadır və biz mübarizələri heç bir zaman unutmamamız lazımdır. Çox təəssüf ki, Azərbaycan televiziyaları bu hadisəni bir qətliam və bunu bir mərsiyəxanaya, ümumxalq hüzün gününə çevirirlər. Amma Azərbaycan xalqının milli mübarizəsinə, milli azadlıq mübarizəsinə kölgə salırlar. Mən istəyərdim ki, böyük parlamentimizin 1918-ci il dekabrın 7-sində əsası qoyulan parlamentimizin təhqiqat komissiyasının rəyini oxumaq istəyirəm. Bu eksklüziv olaraq ilk dəfədir sizə oxuyacağım. İstintaq komissiyasının rəyi nədən ibarətdir? Mən onu oxumaq istəyirəm. Deməli, İstintaq komissiyası nəyi qərar çıxarıb? 1919-cu ilin yanvarın 6-sında Fövqəladə Təhqiqat Komissiyasının sədri Ələkbər bəy Xasməmmədov Paris Sülh Konferansına gedən, bilirsiniz ki, bizim parlamentimizin ilk sədrlərindən olan və difai təşkilatının qurucularından olan Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin ilk sədrlərindən olan Əlimərdan bəy Topçubaşov olub və nümayəndə heyəti sədrinə məktub ünvanlayaraq Bakıda və Qubada, Şamaxı şəhərlərində, Göyçayda Rus bolşeviklərinin və erməni daşnaqlarının törətdiyi vəhşiliklərlə bağlı məlumatları Xarici Nazirliyinə göndərmişdir. Təbii ki, Məmməd Həsən Hacınskiyə göndərmişdir. Lənkəran şəhərində daşnaq erməni Rus bolşeviklərinin lideri Aventisovun quldur dəstələrinin Gəncə şəhərində və İlyanoviçin dəstələrinin İrəvan şəhərində və Gəncə şəhərində, Cəbrayıl şəhərində və Zəngəzur şəhərində dağıntılar törətdiyini və komissiyanın nümayəndə heyəti üçün 6 cilddən ibarət təhqiqat komissiyası və 95 ədəd fotoşəkil hazırlanmışdır. Komissiya 1919-cu ilin yanvarın 16-sında Mixaylovun üzv olduğu Gəncə quberniyası, Gəncə qubernatorluğu və Şəkir şəhəri həmin il iyununda Quba şəhərində törədilən qətliamların, terrorun Təhqiqat Komissiyasının üzvü Kolosovskinin rəyin əsasında toplanan 36 cildlik material əsasında 3500 məruzə qərar əsasında 194 nəfərə barəsində cinayət məsuliyyətinə cəlb edilməsi barəsində qərar verilmişdir. 1919-cu il avqust 23-də qəbul olunan komissiyanın sədri Ələkbər bəy Xasməmmədov Ədliyyə Nazirliyinə Bakı və Şamaxı şəhərində baş verən qətliamlarda 100 nəfər müttəhim istintaqa cəlb olunub. 1919-cu ilin martın 21-də Azərbaycan Xalq Cümhuriyyətinin hökumət nəzdində Fövqəladə Təhqiqat Komissiyasının ümumi rəyi bundan ibarət olub ki, avqustun 18-də 28 may küçəsində Şamaxı şəhərinin yaxınlığında Gülbiyans, Mixail Arzumanov və Yeva İvanets barələrində cinayət işi açılıb və onların əslində cinayətkar şəbəkələrlə əlaqələri aşkarlanıb. Bundan əlavə Lalayan və digərləri barəsində, daşnaqlarla barəsində intiqam və düşmənçilik hisslərini qaldırmaqda ittiham etmişdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin 21 mart 1919-cu il qərarına əsasən məhkəmə istintaq hakimiyyətinin bütün strukturları hüquq çərçivəsində 128 məruzə hazırlanmışdır və müttəhimlər cərgəsində 1 noyabr 1919-cu ildə rəsmi surətdə yanvar ayının sonuna qədər, 20-ci yanvar ayının sonuna qədər istintaq komissiyası prokurorluq və digər barələrində cinayət işi açılmışdır. Mart hadisələrinə görə Bakıda 24 nəfər, Şamaxıda 100 nəfər barəsində cinayət işi açılmışdır. Və digər tərəfdən zərər çəkənlər barəsində də komissiya deməli Zeynəb xanım adlı vətəndaş haqqında deməli onun zərəri cinayət əsasında 307 və 443 maddə prosedural cinayət məcəlləsi əsasında onlara kompensasiya ödənilmişdir. Deməli Zeynəb xanım 20 yaşında və təbii ki onların 24.425 Rus rublu məbləğində qarətlər baş verib, mülklərinə zərərlər dəyib və Ziyarət xanımın 45 yaşlı deməli mülkiyyətinə və 2 uşağın, 2 qadının, 2 kişinə qətlə yetirilmişdir. 28.800 nəfər rubl məbləğində əmlaki zərər dəymişdir. Əmlakına zərər dəymişdir. Və digər tərəfdən Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında hökumət qərarında mərzuda deyilir ki, 4 aya yaxındır ki, deməli, Azərbaycan ərazisində baş verən hadisələrlə bağlı deməli, törədilən cinayətləri barəsində 3 müqəssirin aşkarlanıb və onlar barəsində Xarici Naziri Məmmədhəsən Hacınskiyə 15 iyul 1918-ci ildə rəsmi şəkildə komissiyanın yaradılması əmri verilib. Və mən hesab edirəm ki, Ulu Öndərimiz Məhəmməd Əmin Rəsulzadənin Nərimanovla yaşanan çox gərgin müzakirəsi 30 mart 1918-ci ildə Bakı Sovetində bilirsiniz ki, 3 fraksiya var idi. Bolşevik fraksiyası, Müsavat fraksiyası və Daşnak fraksiyası. Və təbii ki, burada Daşnak fraksiyası ilə Bolşevik fraksiyasının mövqeyi Ümumrusiyanın çarizminə və Ümumrusiya bolşevizminə, yəni sosializminə dayanırdı. Yəni, Denikinçilərlə Leninçilərin mövqeyinə əsaslanırdı. Yəni, Daşnaklar birmənalı şəkildə Rus çarlığını müdafiə edirdilər. Bolşeviklər isə Rus sovetizminə, Rus bolşevizmi müdafiə edirdilər. Yəni, burada bir fikir ayrılığı vardı. Əslində, Nərimanovla Şamiyanı ayıran bir məsələ o idi ki, Nərimanov əslində Lenin hakimiyyətini müdafiə edirdi. Şamiyan isə təbii ki, erməni daşnaklarla birgə Rusiyanın bütöv olaraq Rusiya hakimiyyətini müdafiə edirdi. Və burada diyalogda nələr deyilir? Baş verə biləcək və başlamışdı. Nümayəndə heyəti mehmanxananın 50 metrliyinə çatar-çatmaz qəfil pulemyot atəşinə tutulurlar. Məhəmməd Əmin Rəsulzadə də dəvət olunur. Cənab komissar, dediyiniz həmin hücumlarda Daşnak Üstün Partiyasının silahlı dəstələri daha artıq silah əldə ediblər. Güman edirəm ki, siz bunu bizdən daha yaxşı bilirsiniz. Hələ şəhərin kənarında yığılmış silahlı dəstələr. Erməni silahlı dəstələri şəhərə hücum eləmək üçün sizin əmrinizi gözləyirlər. Yox. Daşnak Üstün və Erməni Milli Şurası bu qarşı durmalarda neytralitet saxlayacaqlarını əvvəlcədən bəyan ediblər. Dediyiniz həmin qurumlar Müsəlman Xeyriyyə Cəmiyyətinin toplantısında tamamilə başqa mövqedə çıxış eləyiblər. Onlar məlum eləyiblər ki, həmin hücumlarda əgər qarşı durma olarsa, müsəlmanlarla birləşib bolşeviklərə qarşı vuruşacaqlar. Burada mən çox gərgin bir müzakirənin, diyaloqun olduğunu düşünürəm və bu barədə Bakı İcraiyyə Komitəsi bu müharibənin qarşısını almağa kiçik bir cəhd belə göstərməmişdi. Vəziyyət çox gərgindir. Doğrudur. Doğrudur. Cənablar, biz mütləq bir tədbir görməliyik. Əlbəttə.
Hamını xəbərdar eləməliyik. Qapı-qapı düşüb, hər kəsə məlumat verməliyik. Bu ölüm-dirim məsələsidir. Məncə bu lazım deyil. Çaxnaşma, xaos, bu hamısı fəlakətə gətirib çıxara bilər. Mən belə düşünmürəm. Baş vermiş hadisələr barədə biz artıq hər kəsi məlumatlandırmalıyıq. Fəlakətsə artıq qaçılmazdır. Hər şeydən əvvəl insanları fəlakətdən qurtarmalıyıq. Siyasi məsələlər öz həllini tapandan sonra bəlkə bu mümkün ola bildi. Olma mümkün deyildi. Yalnız bircə yolla mümkün ola bilərdi. Vaxtında əgər insanları səfərbər edə bilsəydik. Səfərbərlik barəsində danışmışdıq, müzakirələr aparmışdıq. Amma təəssüf. Axı niyə? Ona görə ki, bizim cəmaatımız başsız idi. Xeyr, ona görə ki, onlar ictimai xadimlərə deyil, qeyri-məsul adamlara, ağlından ziyadə hissiyatına tabi olan şəxslərə uydular. Yoldaş Nərimanov, müsəlman hərbi dəstələri bolşeviklərə, daşnaqlara qarşı vuruşa bilməzdi. Əlbəttə vuruşa bilməz, əlbəttə. Silahları yox, qarşı tərəfə nisbətdə az. Hərbi cəhətdən də daha zəif. Onda vuruşmaq yox, danışıqlar aparmaq lazım idi. Kiminlə? Bakı Soveti ilə. Bakı Soveti ilə danışıqlar aparılıb. Ultimatum vermək, danışıq aparmaq demək deyil. Məsələ ultimatumda deyil. Bəs nədədir? Bakı tam bolşeviklərin nəzarət altındadır. 2 saatdan sonra müsavatçıların atdığı güllə ilə savaş başladı. Müsavatçıların? Dostlar, mən bir məsələni deyim ki, dostlar, həmin dövrdə neft milyonçuları Azərbaycan Xalq Cümhuriyyətinin ziyalılarına, xeyriyyə cəmiyyətlərinə yardımlar edirdilər və bu yardımlar əsasında Azərbaycan Xalq Cümhuriyyətinin özünün müdafiə dəstəsi olan Difai Təşkilatı belə yetərsiz olaraq artıq gizli formaya keçdiyinə görə məcburiyyət qarşısında Tağıyev, İsmail Tağıyev, Ağamusa Nağıyevin oğlu Evelina gəmisində daşnaqlar tərəfindən, bolşeviklər tərəfindən təqsirə edildiyi üçün əhali silahsız qalmışdı və əslində belə bir iftira atılırdı ki, güya müsavatçılar hakimiyyəti ələ keçirmək istəyir və hakimiyyəti ələ almaq istəyir və burada Türkiyənin dəstəyini almaq istəyir, Osmanlı dövlətinin dəstəyini, hakimiyyəti tamam olaraq nəzarətə götürmək istəyir, amma belə bir şey mümkün deyildi, çünki elə bir imkanlar yox idi. Bəli. Siz ki, müsavatçıları sözsüz təslim olmağa çağırırdınız. Yəni ermənilərin vəhşicəsinə törətdikləri bu qırğından sonra da ilk kurşunun kimin tərəfindən atıldığının fərqindəsiniz? Biz onsuz da bu fəlakətlərdən yaxa qurtara bilməyəcəkdik. Nəyə görə? Ona görə ki, hələ də bu qırğında sizin əlinizin olmamağına inanmaq istəyirsiniz? Nə? Hə, siz heç nə istəmədiniz. Amma biz istəyirdik. Bəli, biz müsavatçılar açıq-aşkar muxtariyyət tələb edirdik. Muxtariyyət istəyirdik. Nəriman bəy, siz bütün bu hadisələrin, onun kökündə dayanan hadisələrin əsas səbəblərini sinfi mübarizədə görürsünüz. Unutmayın, Bakı komitəsində olan əsas nümayəndələr erməni mənşəli bolşeviklərdən ibarətdir. Siz isə sadəcə olaraq bu təşkilatda dəvətli bir şəxs olacaq. Yer gəlmişkən Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyev 1998-ci il 26 mart tarixli sərəncamı ilə 31 mart soyqırımına siyasi qiymət verilib və bu barədə çıxışı da var. Mən həmin çıxışı sizə səsləndirim. Bu tarixi bir çıxışdır. Azərbaycan xalqına qarşı soyqırım edilmişdir. Mənim imzaladığım fərmanda
Azərbaycan xalqına qarşı edilən soyqırımın tarixi açıq-aydın göstərilmiş. 1918-ci ildə mart ayında ermənilər tərəfindən Azərbaycan xalqına edilən soyqırımı Azərbaycan xalqına böyük zərbələr vurmuşdur. Cənab Prezident, bilirsiniz ki, 2013-cü ilin 31 martında Quba şəhərində Quba Memorial kompleksinin açılışında, bilirsiniz ki, həmin dövrdə tarixçilər Qubada deməli meyitlər aşkar ediblər və bu aşkarlanan meyitdə onların başı kəsilən, vəhşiliklə törədilən hərbi terrorun izləri aşkarlanıb. Bu barədə Cənab Prezident xüsusi çıxışında deyib, gəlin dinləyək. ...1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinç əhaliyə qarşı soyqırım törətmişdir. 5 ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırım törədilmişdir. Bu memorial kompleksinin yaradılması hesab edirəm ki, tarixi hadisədir. Bildiyiniz kimi 2007-ci ildə burada qazıntı işləri aparılarkən kütləvi məzarlıq aşkarlanmışdır. Ondan sonra buraya alimlər ezam edilmişdir, ekspertlər ezam edilmişdir və böyük tədqiqat işləri aparılmışdır. Və tədqiqat işlərin aparılması nəticəsində aşkar edilmişdir ki, burada minlərlə soydaşımız erməni quldur dəstələri tərəfindən amansızlıqla, qəddarlıqla öldürülmüşdür. 2009-cu ilin sonunda mənim tərəfimdən Quba soyqırımı memorial kompleksinin yaradılmasına dair sərəncam imzalanmışdır və 2011-ci ildən işlər başlamışdır. Və bugün biz bu memorial kompleksin açılışını qeyd edirik. Deyə bilərəm ki, Azərbaycanda ilk dəfə olaraq belə memorial kompleks yaradılır. Kompleksin tərtibatı çox təsirlidir. Memarlığı çox böyük, rəmzi məna daşıyır. Bir sözlə, burada nümayiş etdirilən eksponatlar bizim tariximizi göstərir. Eyni zamanda memorial kompleksində yaradılmış ekspozisiya çox böyük məna daşıyır. Kompleksin girişində Quba qəzasının dinç vaxtları öz əksini tapır, ailələr, vətəndaşlar dinç həyat sürürlər. Ondan sonra qanlı günlər əks olunur, dinç əhaliyə qarşı törədilən vəhşilik əks olunur və nəticədə ekspozisiyanın sonunda hesab edirəm ki, çox düzgün tərtibat nəticəsində nikbinlik əhval-ruhiyyəsi ilə buradan insanlar ayrılır. Çünki Bakının erməni quldur dəstələrindən azad edilməsi elə bir ki, ekspozisiyanın son nöqtəsidir. Burada həlak olmuş insanlar müxtəlif dinlərin, müxtəlif millətlərin nümayəndələridirlər. Onların ermənilər üçün bir günahı var idi ki, onlar erməni millətindən deyildilər. 1918-ci ildə
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən xüsusi tədqiqat komissiyası yaradılmışdır və komissiya işə başlamışdır. Ancaq 20-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti sükut edəndən sonra bu komissiya təbii ki öz işini dayandırmışdır və komissiyanın fəaliyyəti natamam olmuşdur. Dostlar, mən bu hadisəni bir şey də deyim ki, 1923-cü ildə qurulan Türkiyə Respublikasının müstəqilliyinə qarşı və ərazi bütövlüyünə qarşı qəsd edən Səid Nursinin dəstələri Osmanlı İmperiyasının xilafət sistemini, səltənəti ləğv etdiyinə görə onlara qarşı barələrində hətta Sərbəst Fırqanın və Tərəqqipərvər Fırqanın əlaqələrinə görə Cumhuriyyət Məhkəməsi və İstiqlal Məhkəmələri qurulmuşdur. Bu məhkəmələr əsasında məhkəmə özü bunların barəsində həm cinayət işi açılıb və həm də edam cəzasına məhkum edilib. Amma təəssüflər olsun ki, Azərbaycanda bu proses baş vermədi. Ümumiyyətlə, İstintaq Komissiyası Ədliyyə Nazirliyi və Xarici Naziri və parlamentdə yaranan, Nazirlər Kabineti yaranan komissiya əsasında formalaşmışdı. Yəni burada əlbəttə ki, cənab prezidentin dediyində həqiqət var. Eyni zamanda o vaxt əlbəttə ki, bu faciə, bu qırğın haqqında dünyaya məlumat çatdırmaq üçün bizim imkanlarımız çox məhdud idi. Memorial kompleksinin ekspozisiyasında Ulu Öndər Heydər Əliyevin 98-ci ildə imzaladığı sərəncam da öz əksini tapır. Azərbaycanlıların soyqırımı sərəncamı ki, orada göstərilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə komissiya yaradılmışdır və komissiyanın görə bilmədiyi işləri artıq müstəqil Azərbaycan dövləti tamamlayır. Və ilk dəfə olaraq 1998-ci ildə bu soyqırıma hüquqi və siyasi qiymət verilmişdir. Sovet dövründə təbii ki, tarix tərif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi və uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, onların da mənfur adları orada göstərilir, Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki... Dostlar, mən hər bizə təşəkkür edirəm. Bir daha Türk dünyasının başı sağ olsun. Və bir şey də deyim ki, dostlar, Türkiyədə baş verənlər də əslində birbaşa olaraq Rusiya neokolonizminin bir parçasıdır. Çünki bilirsiniz ki, Türkiyədə diktaturanın, avtoritar rejimin qurulması üçün artıq BRICS-ə və Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq istəyən Türkiyə dövlətinin rəhbəri və özünün prezidentlik vəzifəsindən getməmək niyyəti ilə, həbii ki, baxmayaraq ki, xalq tərəfindən seçilib və xalq tərəfindən dəstəklənir, xalqın 45 milyonu ona dəstək bildirib, etimad göstərib. Amma təbii ki, bugün İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrinin həbs olunması və Avropa İttifaqından, NATO'dan və yaxud da Avropa Şurasından böyük mənada təzyiqlər gəlib. Necə ki, Soyuq müharibə dövründə Cumhuriyyət Xalq Partiyası özü də 40-cı illərdə apardığı siyasət bugün də AKP gerçəkləşdirir. Təbii ki, Rusiyaya yaxınlaşmaq Türkiyə dövlətinin milli maraqlarına zərərdir. Bilirik ki, 1983-cü ildə Türkiyə dövlətini bölmək üçün Türkiyə dövlətini parçalamaq üçün deməli PKK terror təşkilatını qurdular. Baxmayaraq ki, PKK terror təşkilatının rəhbərini 1999-cu ildə həbsə məhkum elədilər və Kenyadan ekstradisiya etdilər. Lakin onun partiyası, bugün özünü DEM partiyası adlandıranlar, hətta vaxtilə Xalq Demokratik Partiyası adlanan Selahattin Demirtaşı həbs eləsələr də,
Hələ də onun partiyası parlamentdə at oynadır. Və bu səbəbdən Türkiyədə hətta mitinqlərə nəzər salsaq, orada solçu qruplaşmalar var. Özlərini kommunist adlandırırlar, özünə işçi partiyası adlandırırlar və faşist bir zehniyyətdə yanaşanlar da var. Və düşünürəm ki, Cumhuriyyət Halk Partiyası bugünə qədər bizim böyük öndərimiz Rəsulzadəni heç bir mənada onun qurduğu cumhuriyyətin bugünkü gününə belə biraz öncə biz mətbuat konfransı izlədik Cumhuriyyət Halk Partiyasından. Lakin biz bu barədə bəyanat verilməsi ilə bağlı, bu soyqırıma siyasi qiymətin verilməsi ilə bağlı bir bəyanat eşitmədik. Hələ üstəlik də bugün bilirsiniz ki, Sultan Əbdülhəmidin devrildiyi gündür, 31 mart, həm də İttihat Tərəqqi Partiyasının hakimiyyətə gəlişi günüdür. Osmanlı dövlətinə qarşı baş verən hərbi qiyamın il dönümüdür. Lakin buna da bir siyasi qiymət vermədi. Yalnız bir məsələni qaldırdı ki, deməli 31 martda bir seçkilər olub Türkiyədə, prezident seçkiləri olub və bu barədə müzakirə elədilər. Amma düşünürəm ki, 31 mart Türk milləti üçün faciəvi gündür və ona görə də biz bu faciəni unutmamalıyıq. Mən hesab edirəm ki, 29 may 1918-ci ildə imzalanan Batum müqaviləsi Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında imzalanan müqavilə əsasında yaranan Qafqaz İslam Ordusunun xidmətləri danılmazdır. Və bu səbəbdən 15 sentyabr Bakının qurtarılması günü də bizim istiqlal mübarizəmizdə, ərazi bütövlüyümüzün bərpasında önəmli rola malikdir. Biz Rusiya üzərində 44 günlük apardığımız müharibə və 1-ci Qarabağ müharibəsində Ağdərə, Horadiz, Daşaltı, Kərkicahan əməliyyatlarını da unutmamalıyıq. Aprel əməliyyatını, Şərur əməliyyatını unutmamalıyıq və antiterror əməliyyatını unutmamalıyıq. Bu əməliyyatlar Azərbaycan ordusunun Rus ordusuna qarşı apardığı müharibənin qəhrəmanlığın nümunəsidir. Dağlıq Qarabağ uğrunda və düşünürəm ki, biz artıq erməni faktorundan daha çox Rus faktorunu önə çıxarmalıyıq. 1993-cü ildə baş verən 4 iyun hərbi qiyamı, 1937-ci il baş verən repressiya, 1828-1813-cü Türkmənçay müqaviləsi, Gülüstan müqaviləsi Azərbaycanın müstəqillik tarixində, Azərbaycanın dövlətçilik tarixində qara günlərdən biridir. Və 1920-ci il 28 aprel bir işğaldır. Bu inqilab deyil. Və buna inqilab kimi sırayan antimilli ünsürlər, anti-Azərbaycan şəbəkəsi nə yazıq ki, hələ də bu hadisəyə siyasi qiymət verməyiblər. Və 1991-ci il 18 oktyabr dövlət müstəqilliyi haqqında, konstitusiya haqqında əleyhinə səs verən, referendum əsasında SSR-in saxlanmasına səs verən 26 nəfər antimilli ünsürləri də tanıtmalıyıq. 26 Bakı komissarlarında kimlər olduğunu, bunların 31 mart soyqırımında qana əl batdığını da unutmamalıyıq. Və televiziyalarda hələ də Qatır Məmməd filmini göstərirlər. Nə bilim, Səhər filmini göstərirlər. Bu həyasızlıqdır, bu şərəfsizlikdir, bu ləyaqətsizlikdir. Çünki bunlar Azərbaycanın dövlətçilik tarixinə qara ləkədir. Hələ də televiziyalarda axırıncı aşırımı, 7 Oğuz Dərəmi qəhrəmanlıq nümunəsi kimi sırırlar cəmaata. Abbasqulu bəyi bəy kimi təqdim edib, onu qəhrəman kimi sırırlar cəmaata. Və yaxud da deyək ki, bu Bəxtiyarın dəstəsini, quldur dəstəsini, Komsomol quldur dəstəsini Rus bolşeviklərlə birləşib Azərbaycanın bəylərini, xanlarını talayan, onları kollektivləşmə adı altında Azərbaycanın mülkiyyət azadlığına məhv eləyən, bugün də bu zehniyyət var. Görürsünüz də Azərbaycanın bəzi yerlərində vətəndaşların evləri uçurulur. Bunu həmin o zehniyyətdir. Kollektivləşmə, sənayiləşməni tərifləyənlərdir. Bugün o zehniyyəti bizim millətə sırayırlar. Filmlərlə sırayırlar. Tamaşalarla sırayırlar. Sovet filmləri ilə sırayırlar. Azərbaycan gəncliyinin sözü eşidilmir. Azərbaycan gəncliyini susturublar. Onları mütə eləyiblər. Ya onları mitinglərə döydürüblər, ciblərlə narkotik atırlar. Ayıbdır bu.
Bu Azərbaycan dövlətçiliyinə qarşı qəsddir. Azərbaycan xalqına qarşı qəsddir bu. Yetər bu Sovet hakimiyyətini tərifləyənlər. Yetər. Sizin yalanlarınızı eşitmək istəmirik. 33 ildir yalan danışırsınız. 33 ildir Azərbaycan xalqına Səməd Vurğunu xalq şairi kimi sırıyırsınız. Səməd Vurğunu, Rəsul Ruzanı, Süleyman Rüstəmi, nə bilim, Nərmanovu, Mirzəfər Bağırovu, Əli Heydər Qarayevi, Məşədi Əzbəyevi sırıyırsınız cəmaata. Xalq inanmır bunlara. Bəsdir da bu xalqa yalan Sovet hakimiyyətinin rəhbərlərini milli qəhrəman kimi, nə bilim, Şıxəli Qurbanovu, nə bilim, İmam Mustafayevi sırıyırsınız cəmaata. Bunlar güya Novruz bayramını gətiriblər. Novruz bayramını Azərbaycan xalqının mübarizəsi ilə, Sovet hakimiyyətinə qarşı aparılan mübarizə ilə əldə edəmişik. Və Azərbaycan xalqının milli hissiyatını oynamaq olmaz. Azərbaycan xalqı Rus hakimiyyətinə qarşı, Rus işğalına qarşı 1905-ci ildə Difai Təşkilatını, 2-ci Dünya müharibəsində Azərbaycan legionerləri, Türkistan legionerlərini və İldırım Təşkilatını quraraq və Azərbaycan Milli Azadlıq Hərəkatını quraraq mübarizəyə qalxmışdılar. Bəsdir Azərbaycan xalqına o sinfi mübarizə kimi sırıdığınız filmləri təbliğ elədiniz yetər. Hələ də Böyük Dayaq filmini cəmaata sırıyırlar. Güya orada bir rüşvətxorluğa qarşı mübarizə nümunəsidir. Nə rüşvətxorluğu? Rüşvətxorluğu da yaradan Rusiya dövlətidir. Rusiyanın bugünkü ali rəhbəridir. Gürcü xalqını, Ukrayna xalqını, Moldovan xalqını, milli hissiyatlarını oynayırlar və cəmaata bir qorxu aşılayırlar. Yox, Putin əleyhinə danışanlara həbs edirlər. Bəsdir yalan danışdı cəmaatı. Təyyarəmizi vuran, bizim ziyalılarımızı 37-də repress edən bir dövləti, bir quldur dəstəsini mən müdafiə eləmək məcburiyyətində deyiləm. Və hesab edirəm ki, 22 fevralda imzalanan bədnam bir müttəfiqlik bəyannaməsini tanımıram. Mən 15 iyun 2021-ci ildə imzalanan Şuşa bəyannaməsini tanıyıram. 1918-ci ilin 29 mayında imzalanan Batum müqaviləsini tanıyıram. Və Azərbaycanı Rusiyanın əlinə vermək, Rusiyanın əlinin altına vermək şərəfsizlikdir, ləyaqətsizlikdir və antimilli olmaqdır. Ona görə də mən hesab edirəm ki, bugün Azərbaycanda bizim mətbuat nümayəndələrinə, hüquq müdafiəçilərinə qarşı repressiyaların bu qədər artmasının səbəbi 70 illik Sovet hakimiyyətinə əlaltılıq eləyən bax bu Sovet elitasıdır, Sovet nəslidir. Və ona görə də bu nəsildən bir dəfəlik imtina eləmək lazımdır. Bunların hamısını təmizləmək lazımdır, kökündən təmizləmək lazımdır. Necə ki, bizim asan xidmətdə cənab prezidentimizə bağlı olan, ona sədaqətlə xidmət eləyən, 2-ci Qarabağ müharibəsində qəhrəmancasına döyüşən qazilərimiz bugün nazirlər olmalıdırlar, icra başçısı olmalıdırlar, onlar millət vəkili olmalıdırlar və buna layiqdirlər. Mən əminəm ki, cənab prezident nə zamansa icra başçılarını da, nazirləri də həmin o asan xidmətdə yetişən və tərəqqi medalına layiq görən insanlara etimad göstərəcək. Sadəcə çox təəssüflər olsun ki, bugün Rusiyanın təbliğat maşını televiziyalarımızı işğal edib və Rus dilində efir yayımlayan Baku TV, CBC kanalı haqqında Dövlət Təhlükəsizlik Xidməti barələrində cinayət işi açmalıdır, kanalların fəaliyyətinə xitam verməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 20-ci maddəsini kobud şəkildə pozan, o Ayaz Salayevi ziyalı kimi cəmaata sırıyan insanlara lənətləməliyik və onları efirlərə qovmalıyıq. Mən hesab edirəm ki, üçrəngli bayrağımızı endirən şərəfsizlər, antimilli unsurları ifşa edəcək, etməkdə davam edəcək. Bizi heç kim həbsdən qorxutmamalıdır. Biz həbsdən qorxmuruq. Biz Rusiyanın hətta həbsxanalarında yatmağa hazırıq. Dəmir qapı Dərbəndimiz üçün, bütöv Azərbaycan üçün canımızı, qanımızı bu dövlətimizin müstəqilliyi naminə, müstəqilliyimizin qorunması naminə, cənab prezidentimizi müdafiə etmək naminə edəcək. Ona görə də bəzən mütli eləyən, yaltaqlıq eləyən insanlar bizim nazirlərimizə, bizim icra başçılarımıza dil uzadırlar və həyasızcasına, şərəfsizcəsinə onların əleyhinə kampaniya aparırlar. Azərbaycan dövlətinin əleyhinə kampaniya aparırlar. Özlərini ya bloger deyirlər, özlərini demokratiya uğrunda mübarizə aparan insanlar kimi sırıyırlar cəmaata.
Amma söyürlər, təhqir edirlər. Həmin o Əli Heydər Qarayevlər kimi, Mirzəfər Bağırovlar kimi bizi susturmağa çalışırlar. Bizim adımızı o vaxt pantürküs qoyurdular. İndi də deyirlər siz hökumətə satılmısınız, siz hökumətə bağlısınız. Belə ittihamlarla Azərbaycan gəncliyini susturmağa çalışdırırlar. Susturmağa çalışırlar. Ar olsun sizə. Mən hesab edirəm ki, Azərbaycan gəncliyi bunların yalanlarına, bunların təbliğatına uymamalıdır. Azərbaycan Respublikasının konstitusiyasına əməl etməlidirlər və Azərbaycan Respublikasının dövlətinə bağlı olmalıdırlar. Və üçrəngli bayrağımıza, gerbimizə, himnimizə bağlı olmalıdırlar. Mən sonda Azərbaycan Respublikasının dövlət himnini ilə yayımı bitirmək istəyirəm. Azərbaycan, Azərbaycan, ey qəhrəmanlardır şanlı vətəni, səndən ötürü can verməyə cümlə hazırız, səndən ötürü qan tökməyə cümlə qadiriz. Üç renkli bayrağında mesut yaşa. Üç renkli bayrağında mesut yaşa. Millərlə can qurban oldu, sinəm hərbə meydan oldu. Hüququndan keçən əsgər hər bir qəhrəman oldu. Sən olarsan Gülüstan, sənə hər an can qurban, sənə min bir məhəbbət, sinəndə tutmuş məkan, namusunu hiss etməyə, bayrağını hiss etməyə. Namusunu hiss etməyə, cümlə gənclər müşahidə. Şanlı vətən, şanlı vətən, Azərbaycan, 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 Azərbaycan. Bir kələk yüksələn bayraq bir daha enməz dostlar. Tanrı türkü qorusun.